split with this and don't slip on a funky dope track. Jump back, strapped with a fat boot. Salam dostlar, bugün birbaşa olaraq məkandayıq idman üçün. O zaman biraz isinək və videoya başlayaq. Gəlin sizlə bir yerdə biraz tur vuraq. Demək dostlar, 4 set 5 dənə maslap eləyəcəyik. Dostlar, ilk setimizi bitirdik maslap hissəsində. Düzünə qalsa həqiqətən eləməyə güc qalmayıb artıq. O zaman hazırsınızsa keçək ikinci setə daha doğrusu. Dostlar, inanın ki, nədən danışaq bilmirəm. Ağlıma hər hansı bir ideya da gəlmir və yaxud da bir sahə gəlmir ki, o üzrə danışaq. Belə yəni, nə işlə məşğulsuz, hansı maraq dairələriniz var, şərhdə bölüşün. Çünki bəlkə də sizin maraq dairənizə ehtiyacı olacaq biri var. Buna görə şərhlərdə aktiv olmağı unutmayaq. Əgər mümkündürsə əlbəttə ki. Məhsuldar olmaq nədən asılıdır? Gəlin biraz bu barədə danışım. Məhsuldarlıq sizin həmən gün üçün əvvəlcədən bir planınızın olmasıdır və bu plan 24 saatı əhatə eləməlidir. Hansı ki, bir gəlin algoritm deyək. Tutaq ki, günə başladınız. Günə başladıqdan sonra ilk 2 saat nə edəcəksiniz və bu 2 saat bitdikdən sonra nə işlə məşğul olacaqsınız? Ən əsası səhər yeməyinizi yedinizmi, günorta yeməyi və axşam yeməyi. Əlbəttə ki, arada əgər yüksək protein qəbul etmək niyyətindədirsə, bu əslində gündə 3 dəfə yeməyi aradan qaldırmalısınız. Çünki sizə daha çox protein özündə əks etdirən qidalar lazımdır. Dediyim kimi 24 saatınız tam hazır olmalıdır. Yəni yuxudan oyandıqdan sonra nə işlə məşğul olacaqsınız, o barədə plan və həftəlik hədəflər qoymalısınız. Bir dəqiqə gözləyin. 2 hours later. Müzik keçsin. 75 years later. Okey, artıq videoya davam edə bilərik. Dostlar, əgər disiplinli biri olmaq istəyirsinizsə, siz özünüzə gündəlik bu həftə üçün və bu ay üçün hədəflər qoymalısınız. İlk öncə gün hədəfini bitirsəz, artıq sizdə bir necə deyim, yaxşı bir disiplin ruhu yaranacaq ki, siz bu həftə üçün, bu ay üçün, bu il üçün artıq hədəflər qoya biləsiniz. Tutaq ki, bir günə başlamısınız və bu gün üçün həyata keçirmək istədiyiniz bir hədəfi hansısa bir hissəyə yazın və bu hədəfi həyata keçirmək üçün o günü sadəcə ona vaxt ayırın. Əgər o bitdiksə, yəni hədəfinizi həyata keçirdinizsə, artıq digər işlərə fokuslana bilərsiniz. Dostlar, gəlin biraz da özümü tanıdım. Keçən vloqlara nəzər saldıqda görürəm ki, yəni özümlə bağlı hər hansısa bir məlumatı qeyd etməmişəm. Məncə kanal adından da gördüyünüz kimi adım Dənizli, 18 yaşım var və 11-ci sinifi bu il bitirmişəm. Gələcəkdə elə çox rastlaşacağıq sizlə. Ona görə izləmədə qalın. Dostlar, nəysə, oturduqca passivləşirəm, onu hiss elədim. O zaman hazırsınızsa keçək 3-cü setimizə, maslapımızı bitirməyə.
La poupou, la poupou. La poupou, la poupou. La poupou, la poupou. Hər dəfə belə düşəndə başım fırlanır, amma yenə deyirəm düşəcəm, bilmirəm. Bu qərarı verməyim də səbəb nədir? Keçək dipsə. Perfect. Gəlin biraz push-up eləyək. Dostlar, biraz da belə danışmaq istəyirəm, çünki rahatdır bura. Amma heyf ki, oradan gün düşür. Yəni ki, beyninizin düşüncə ilə partladığı bir dövrdə sadəcə ətrafa çıxsaz bəsdir. Bunun qarantiyasını sizə verirəm. Çünki insan kimi canlı varlıqlardan başqa canlı varlıqlar əhatə olunduqda bəzən rahatlıq tapırsınız. Çünki ətrafa çıxmağınızın belə bir müsbət tərəfi var ki, bu arada gün vurur, amma yenə danışacağıq. Çalışın, təbiətə çıxın, həyatı seyr eləyin sadəcə. Mənzərə olmasa da gözünüzdə o mənzərəni yaradın. Bir sözlə siz rahatlıq tapmaq istəyirsinizsə, hökmən yalnız qalmağa ehtiyacınız var, amma qaranlıq bir otaqda yox. Dostlar, bir tur atıb elə də evə gedirik artıq. Bu arada isti oldu. Andrew Huberman öz podcastında qeyd edir ki, yuxudan oyandıqdan sonra ilk edəcəyiniz şey gün işığı qəbul etməkdir. Bunu eləmişik, amma artıq məncə artığıdır bu. Çox artığıdır özü. Nəysə, dostlar, video bura qədər idi. Gələn videolarda görüşənə qədər sağ olun, salamat qalın. Çalışın, inkişafsız qalmayın.